Salamlar, hər vaxtınız xeyir olsun. Bu videomuzda bugün 13 aprel 9-cu siniflərin 1-ci zona üzrə buraxılış imtahanına düşən riyaziyyat fənnindən olan testlərin mövzu adlarını qeyd edəcəm. Bu videomuzda sadəcə olaraq mövzu adlarını, növbəti videomuzda isə bu testlərin sürətli formada izahlarını göstərəcəm. Mövzu adlarını qeyd etməmişdən əvvəl qısa bir xatırlatma aparmaq istəyirəm ki, əvvəlki videolarımızda keçən il 1-ci, 2-ci və 3-cü zona üzrə düşən testlərin mövzu adlarını qeyd etmişdim. Ve həmin videoda söylemiştim ki bu ildə hər 3 zona üzrə bu mövzulardan imtahan sualları təqdim olunacaq. Doğrudan da 1-ci zona imtahanı keçirildi. Həmin videoları izləyən şagirdlərimiz şərhlərdə və əlaqə nömrələrimizdə çoxlu sayda suallar yazdılar. Bəs müəllim, bu imtahanlar keçən il keçirilib. Bu il eyni mövzular mı düşəcək? Eyni mövzular olduğu kimi qalacaqmı? Və mən dəfələrcə təkrar izah eləmişəm ki, bütün imtahanlarda mövzu adları eyni qalmaqdadır. Sadəcə olaraq imtahana düşən testlər və testlərin çətinlik səviyyəsi dəyişir. Misal üçün, 1-ci zonaya çoxluqlardan sual düşdü, 2-ci zonaya da çoxluqlardan sual düşəcək. Sadəcə olaraq çətinlik səviyyəsi dəyişəcək. Eyni səviyyədə qala bilər, daha çətin və daha asan səviyyədə ola bilər. Bu barədə bizim geniş formada izahlarımız var. Onların hər birinin linkini aşağıda yerləşdirəcəm. Birinci növbədə hər 3 zonaya hansı mövzulardan suallar düşəcək, onun linkini yerləşdirəcəm. Daha sonra imtahanın çətinlik səviyyəsi barədə videolarımız var. Onların hər birinin linklərini aşağıda yerləşdirəcəm. Sizlər mütləq dərəcədə həmin videoların hamısını izləyin. Hər biri 3 dəqiqəlik, 5 dəqiqəlik, 4 dəqiqəlik videolardır. Həmin videoların hamısını izləməklə sizin uduşunuz o olur ki, siz artıq əminliklə bilirsiniz ki, hansı mövzulardan imtahanda suallar düşəcək, hansı mövzularda boşluqlarınız var, onları doldurmalısınız. Və daha çox çalışmalısınız ki, həmin mövzulara aid çətin səviyyəli misallar işləyəsiniz. Çünki imtahanlarda düşündüyünüz kimi bütün mövzulardan sadə suallar düşmür. Misal üçün, siz natural ədədləri çox yaxşı bilirsiniz. Natural ədədlərdə elə çətin səviyyəli misal düşə bilər ki, və yaxud da ki, kub, paralelipiped haqqında mövzularda çətinlik çəkirsiniz, amma oradan o qədər sadə misal düşə bilər ki, onun üçün orada qeyd edildiğim bütün mövzulara diqqət yetirin. Bu o demək deyil ki, bu zonada bu mövzulardan düşdü, ikinci zonada eyni ilə bu mövzular düşəcək. Əlbəttə ki, yox. Bu videonun altında birinci növbədə hər 3 zonaya hansı mövzulardan suallar düşəcək, həmin linki paylaşmışam. Siz daxil olub həmin linki izləyərək hər 3 zonada hansı mövzulardan suallar düşür və hansı mövzular üzərində daha çox qalmalısınız, daha çox testlər işləməlisiniz. Bütün bu məlumatları mən həmin videoda vermişəm. Ona görə də sizlər mütləq bu videonu izlədikdən sonra həmin linkə daxil olub daha geniş formada hansı mövzular var deyə izləyə bilərsiniz. Burada sadəcə olaraq bugün, yəni 1-ci zonaya düşən testlərin mövzu adlarını qeyd edəcəm. Burada birinci misalımız faizə aiddir. Bundan əvvəl sonuncu paylaşdığım videoda dəfələrlə bildirmişəm ki, bu il faizə aid misallar çox az oldu. Ona görə də 13, 20 və 27 aprel tarixlərində mütləq faizdən sual düşəcək. Və burada C variantında birinci misalımız elə faiz məsələsi oldu. İkinci 58 nömrəli misalımız kuba aid bir misaldır. Hərəkət oxşarlıqda öyrənilən bir mövzudur. Növbəti 59 nömrəli misalımız həndəsənin əsas anlayışlarına aiddir. Növbəti 60 nömrəli misalımızda bu tipdə misalları siz artıq bilirsiniz ki, mən bunları çox hədlər, rasional ifadələr, müxtəsər umma düsturları və bir çox mövzu adları altında qeyd edirəm. Çünki bu tipdə misallar həmin mövzu ətrafında öyrənilir. Ona görə də bu misalların həllini tək müxtəsər umma düsturlar desəm düzgün olmaz, çox hədlər desəm düz olmaz. Yəni həmin paraqraf altında öyrənilir. Ona görə də diqqətli olun, düsturları yaxşı öyrənin. Sadaladığım bu mövzulardan çoxlu sayda suallar düşür. Növbəti 61 nömrəli misalımız bir məchulu tənliklərə aiddir. Gördüyünüz kimi sadə misaldır. Aşağı siniflərdə öyrənilən misal növlərinə aiddir. 62 nömrəli misalımız tənliklər sistemi. O da sadə tipdə misaldır. 63 nömrəli misalımız funksiyalar və qrafiklərə aiddir. 64 nömrəli misalımız natural ədədlərdə də əbov ekoba aid bir misaldır. Bunların hər birinin sürətli izahını növbəti dərsdə verəcəm. 65 nömrəli misalımız tənasübə aiddir. 66 nömrəli misalımız ehtimal. 67 nömrəli misalımız çevrəyə aiddir. Və burada verilən fiquru biz üçbucaqlarda da öyrənirik. Ümumilikdə çevrə mövzusuna aid bir testdir. Növbəti 68 nömrəli misalımız kvadrata aiddir. Bu da dördbucaqlar mövzusu altında öyrənilir. 69 nömrəli misal kəsirlərə aiddir. Bu tipdə misalları həqiqi ədədlər mövzusunda da öyrənirik. 70 nömrəli misalımız çox hədlərə aiddir. Çox hədlinin vuruqlara ayrılmasına aiddir. Müxtəsər vurma düsturlarını da bilməliyik bu hissədə. 71 nömrəli misalımız
çoxluqlara aid bir misaldır. Növbəti 72 nömrəli misalımız natural ədədlərdə məsələ həllərinə aid bir misaldır. 73 nömrəli misalımız düzbucaqlı koordinat müstəvisinə aid bir misaldır. 74 nömrəli misalımız müxtəsər vurma düsturlarına aiddir. Burada fikir verdinizsə 72, 73, 74 artıq açıq tipli suallardır. Həmçinin növbəti 75, 76, 77 nömrəli misallar da açıq tipli misallardır. 75 nömrəli misalımız natural ədədlərə aiddir. 76 nömrəli misalımız hərəkət oxşarlıqda da öyrənilə bilər. Ümumilikdə bərabər tərəfli üçbucaqdan söhbət gedir. Üçbucaqlara aid bir misal növüdür. Həmçinin hərəkət oxşarlıqda öyrənilən bir mövzudur. 77 nömrəli misalımız kvadrat köklərə aiddir. Və növbəti 4 məsələ həllimiz ətraflı yazılı tələb olunan misal növlərinə aiddir. Bunlardan birincisi tənliklər sisteminin sonunda gələn məsələ həllərinə aiddir. Bunu biz bir məchulu tənliklər sisteminə də aid edə bilərik. Ümumilikdə tənliklər sistemi sonunda gələn məsələ tiplərini də aid edə bilərik. Həmçinin 79 nömrəli misalda bir məchul tənliklərin sonunda gələn məsələ tiplərinə aiddir. Bu dəfə düz bucaqlı üçbucaqdan söhbət gedir. Və sonuncu olaraq 81 nömrəli misalımız çevrəyə aid bir misal növüdür. Bir daha son olaraq xatırlatma aparmaq istəyirəm. Bu o demək deyil ki, ikinci və üçüncü zonaya bu mövzulardan suallar düşəcək. Bu videonun aşağısına ilk növbədə hər üç zonaya hansı mövzulardan imtahan testləri tərtib olunacaq deyə bir video qeydləmişəm. Həmin videonu izləməmisinizsə mütləq şəkildə izləyin. İzləyənlər təkrar olaraq izləsinlər və orada görəcəksiniz ki, mən hansı mövzular demişəmsə, həmin mövzulardan suallar düşübdür. Və son olaraq bunda qeyd edeyim ki, həmin videonu izləyəndə görəcəksiniz ki, orada çoxlu sayda mövzu adlarını qeydləmişəm və sizlər deyəcəksiniz, ay müəllim, axı o mövzulardan suallar yoxdur, düşməyib birinci zonaya. Bu hissədə sizlər unutmayın ki, 9-cu sinifin buraxılış imtahanı 3 zonada keçirilir və hər 3 zonaya bütün mövzuları bölüşdürüblər. Yəni birinci zonaya bu mövzulardan sual düşdü, ikinci zonada eynilə bu mövzulardan sual mı düşəcək? Yox, əlbəttə ki. Eyni olan mövzular hansılardır? Mən həmin videoda qeydləmişəm, bir daha burada qeydləmək istəyirəm. Faiz məsələsi eyni qala bilər. Daha sonra müxtəsər vurma düsturları 100% eyni qalacaq. Ehtimal qalacaq eyni olaraq. Yəni eyni deyəndə mövzu eyni qalacaq. Testlər eyni qalmayacaq. Həndəsə əsas anlayışları eyni qalacaq. Əvəz olunmaz çoxluqlar mövzusu eyni qalacaq. Natural ədədlər qalacaq. Dördbucaqlılar qalacaq. Daha sonra funksiyalar və qrafiklər, bunlar heç vaxt dəyişmir. Bu dəfə isə bu ildə bu dediklərim hamısı eyni olaraq hər üç zonaya düşəcək. Əlavələr də olacaq təbii ki. Bir daha deyirəm, aşağıda yerləşdirilən linkə daxil olaraq hər üç zonaya düşən testləri rahatlıqla izləyə bilərsiniz. Nə suallarınız olarsa şərhlərdə əlaqə nömrələrimizə rahatlıqla bütün suallarınızı göndərə bilərsiniz. Hər birinizə imtahanlarınızda uğurlar arzulayıram. Bizlərə dəstək olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.